Hörmətli ATV kanalım, sən müraciət edən mən Səfərov Xəyaldır. 1978-ci ildə Bakı şəhərində anadılmışam. Yəni şikayətim mənim valideynimdən, anamdan, bacımdan, qardaşımdan, dayımdan, dayı oğlumdan, yeznəmdən, yeznəmin oğlundan, bir sözlə qohumlarımdan da. Xahiş edən mənim bu müraciətim Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə və nəhayət Respublikamızın hörmətli prezidenti İlham Əliyev cənablar çatdırsın. Artıq təngə gəlib bu müraciəti etdim. Yəni mən 1996-cı ildə əskərə getdim. Orada güclü stres keçirdim. Və bundan istifadə edən mənim dayım, anam, qardaşım, yeznəm bundan istifadə edərək mənim başıma oyun açdılar. Mən Biləcəri Voyinkomatından müalicə aparıldım. Ruhi dispanserə müalicə aparıldım. Və ruhi dispanserdə səx müalicə olundu mənə. Yəni dayım, anam gel həkimləri pulla ələ alaraq mənə ağır dozalar vurdular. Və mənə səhv olaraq ağır statiya çıxartdılar. Gömüm 15 az statiyasam, şizofreniyam. Amma əslində mən şizofreniya deyiləm. Əsəbiyəm, düzdür əsəbiyəm. Yəni haqsızla barışmıram. Məni dəfələrlə hər gün evdə əsəbləşdirirlər. Özüm ibadət əhliyəm, həm də şairəm. Məmməd Araz atamın dayısı oldu şair. Yəni mənim 17 yaşımdan, uşaqlıqda da həmişə başıma oyunlar açıblar, əsəbləşdiriblər. Özüm də anadan olanda da üsyanan olmuşam. Necə üsyanan? Ana bəhtinin olanda qarnıma o qədər vurur ki, düşməmişəm. Siz də mənə baxışlayın. Abort eləmək istəyib, məndən böyük qardaşım rəhmət eyib, mən sağ qalmışam. Yəni başıma oyun açıblar. 47 yaşım olmağına baxmayaraq hələm ailə qurmamışam. Yəni bunların əlindən. Dəfələrlə məni hissləndiriblər. Evə gəlməmişəm, evdən çıxıb getmişəm. Yalnız qatil olmur da, bircə ana qatili, bacı qatili, qardaş qatili, dayı qatili olmayım. Məni polislərin əlinlə. Mənim yeznəm İbrahim Əhmədov Abdullaoğlu polisdə işləyib o vaxt. Onun əli ilə mənə üstümə 15 dənə, 20 dənə polislər tökülüb. Yəni məni döyüblər, işgəncələr veriblər, ruhi dispanserə məni basıblar. Bu işdə mənim anamın, Səfərov Rəfiqə, Əhliman qızın rolu və dayım Zeynalov Oxtay, Əhliman oğlunun rolu olub. Köhnə xalq cəbhəsi olub. İndi də onun oğlunun əlindən istifadə, oğlunun əli ilə məni balnisalarla salırlar, ruhi dispanserə. Oğlu da hansısa rayonda rəis müavinidir, özü də radikal vahabidir. Zeynalov Sabuhi, Oxtay oğlu. Yəni mənim şikayətim bunlardandır. Yəni mənim başıma çox oyunlar açırlar. Evdə yalnız 1 saat, 2 saat oturam. Bütün gün ya küçələrdə, ya məscidlərdə, ibadətdə, ya kafelərdə oluram. Hörmətli ATV kanalı. Mən yəni qatil olmayacaq, ola bilmərəm də. Yəni ana qatili, mən mədəni adamam. Yəni bütün qiymətlərim 5 olur. İnstituta da girmişəm, yəni getməmişəm. Yəni mən heç vaxt qatil ola bilmərəm. Ana qatili, bacı qatili, qardaş qatili. Onların da bir fikirləri var ki, məni yəni ruhi xəstəxanalarda o qədər mənə ağır dozalar vurublar ki, sulfazimə kimi vurublar, yəni Allah qoruyub məni. Yəni onların da fikri odur ki, mənim 150 mini evim, qırım, qızılım, yəni imkanım da, özüm elə fəhləçiliklə, orada burada çalışmaqla, alverlə dolanmışam. Yəni baba, atamın atasını anam zəhərliyib, qohumlarım deyirlər, ata qohumlarım. Atam müəmmalı şəkildə sabunçu balnisinə getdi, gedəndən sonra rəhmətə getdi. Yəni xahiş edirəm, bu bütün ictimaiyyət çatdırılsın. Hörmətli Vilayət Eyvazov cənablarının, Daxili İşlər Naziri Kamran Əliyev və hörmətli prezidentimiz İlham Əliyev cənablarına çatdırılsın. Artıq dözə bilmirəm. Yəni imkansızlıqdan artıq dözə bilməyibsə müraciət etdim. Çox sağ olun. Allah sizdən razı olsun.